Sığorta əhatəliliyin artımı vacibdir. Sığorta ümumiyyətlə gündəlik baş verə bilən hadisələrə qarşı şəxslərin maliyyə dayanıqlığının qorunmasını təmin edir. Yəni onların maliyyə sabitliyinin qorunmasına xidmət edən bir mexanizmdir. Təbii ki, həm Mərkəzi Bank, həm Sığortaçılar Assosiasiyası bu istiqamətdə strateji addımlar atmaqdadırlar. Ölkələrdə sığortanın inkişafı təbii ki, sığorta əhatəliliyinin yayılması istiqamətində olan göstəricilərlə müqayisə olunur. Bir digər istiqamət şəxslərin sosial rifahının sabitliyinin qorunması ilə yanaşı əhatəlilikdə bir başqa da funksionallıq var. Belə ki, sığorta ehtimallar üzərində qurulan bir fəaliyyət növüdür və bu ehtimallar sığorta tarixçəsi ilə, ümumiyyətlə hadisələrin tarixçəsi əsasında formalaşır və sığorta böyük ədədlər qanunun üzərində qurulan bir elmdir. Təbii ki, texnologiyaların inkişafı da bir növ bu müşahidə tarixçələrinin sayının daha çox təhlil olunmasında yeni imkanlar yaradır. Həmçinin big data dediyimiz məsələ də bir növ sığortaçılıqda bu tarixçənin ənənəvi qaydalardan daha çox imkanlardan əhatələndirilməsinə xidmət edir. Ənənəvi qaydalardan yüzlərlə, minlərlə sığorta hadisəsi və yaxud da sığorta ehtimalları təhlil olunursa, big data vasitəsilə bu artıq milyonlardandır. Və bu o deməkdir ki, sığortaçılığın inkişaf etməsində, sığorta tariflərinin, sığorta əhatəliliyinin, sığorta təminatının formalaşdırılmasında artıq texnoloji vasitələr daha çox iştirakçı olur və düşünürəm ki, sığorta sektoru üçün insurtech və yaxud da texnoloji yeniliklər sırf sığortaçılığın tarixçəsi ilə də bir-birinə uyğun gələn bir tendensiyalardır və həmçinin bu texnologiyalar inkişaf etdikcə sığortaçılarda qiymətləndirmə, yəni pricing modellərinə böyük imkanlar yaranır. Çünki təhlillər daha çox data əsasında müəyyənləşdirilir. Rəqabət mühiti formalaşdırılır. Rəqabət sadəcə pricing modelləri üzərində deyil, həmçinin sığortanın əsas təbliğat maşını olan sığorta ödənişlərinin də həyata keçirilməsində texnoloji belə deyim, alətlər çox önəmlidir, insurtechlər çox önəmlidir. Hal-hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da bu texnoloji alətlərin tətbiq olunmasında həm sığortaçılarımız aktiv iştirak edir, həm Azərbaycan Respublikasının Mərkəzi Bankı öz strateji prioritetləri daxilində sığorta texnologiyalarının tətbiq olunmasına xüsusi diqqət yetirir. Düşünürük ki, yekun etibarı ilə həm rəqabət mühiti, həm də sığorta əhatəliyinin artırılmasında bu növ texnoloji alətlərin tətbiqi ölkəmiz üçün faydalı olacaqdır. Həmçinin belə bir kitabın ərsəyə gəlməsi özü belə Azərbaycanda bu istiqamətdə olan diqqəti göstərir. Bunun üçün də bir daha sizə təşəkkür edirəm. Vüsal müəllim və bütün iştirakçı olan, zəhmət olan hər kəsə təşəkkürümü bildirirəm. Düşünürəm ki, biraz əvvəl də sizin qeyd etdiyiniz kimi sadəcə nəzəri aspektlər deyil, həmçinin praktik və nöqtəvi məsələlərə toxunuşlar olub. Düşünürəm ki, oxuyucular, kitabın oxuyucuları çox faydalanacaqlar. Birinci bəlkə də addım idi, amma ümid edirəm ki, sonuncu olmayacaq.